Əli müəllim nə qədər sərt olsa da, Əli müəllimin ürəyi elə pambıq kimidir. Onun nəbzini tutmaq lazımdır. Qəlbinizi biz nə görməmişik, Əli müəllim. Yox, Əli müəllim musiqiçilərdən nə istəyir? İfaçılardan nə istəyir? Düzgün ifa, düzgün davranış qaydaları, Azərbaycan musiqisinə xidmət, Azərbaycan musiqisini başqa musiqilərə aparıb, başqa musiqilərə daha doğrusu Azərbaycan musiqisinə yamamamaq. Onun başqa bir dərdi yoxdur ki. Əli müəllimin məncə başqa bir dərdi yoxdur oxuyanlarla. Var Onun dərdim. var. Oxuya bilməyənlər oturub Elə onu yuxarı deyirəm başda. də, elə Keç dediyim otur odur. aşağıda. Onu siz keçirdin də Əli müəllim. Mən eləyirəm də, çalışıram da. Məndən başqa eləyən İndi var siz deyə. tək qalmısınız Yeganə da. adamam ki, danışıram. Bunlar da artır. Deməli, bu xeyir. Müğənniciklər artır. deməli- Amma müğənnilər Kimi Əli azalır. müəllim, müğənniciklər kimdir? Adamsın. Ha, məsəl üçün də 3 dənəsinin adını çəkin. Doğrudan. Hə, çəkin. Biri Gülər, biri Əli, biri də ki... Ay, yox, olmadı. Olmadı. Yox, yox, yox. Pamuk kalpli deyirəm kişiyə hamısı. olmadı. Demək olar ki, bu nəfəs hamısı müğənniciklərdir. Kimdirlər? Bunlar oxuyan olsaydılar, qalmaqalla gəlməzdilər.